Kimi bugün artıq biz sizinlə təfəkkür mövzusunun üstündən keçəcəyik. Bildiyimiz kimi təkrar mövzulardır. Ümumiyyətlə təfəkkür nədir? Nə üçün bizə lazımdır? Gəl ona baxaq öncəliklə. Bax, təfəkkür idraki prosesdir. Dərk etmə qabiliyyətimizin inkişafına zəmin yaradır. Yəni biz e, təfəkkürün inkişafını necə tənzimləyə bilərik? Ümumiyyətlə nə üçün lazımdır bizə? Düşünməmə şərait yaradır. Bax, bəzən olur, elə özümüz də deyirik ki, tələsmə, bax, biraz düşün, sona qədər məni dinlə. Düşünəndən sonra bir beynində 1-2 saniyə refleksiya elə, ondan sonra fikir mübadiləsi apar. Bax, bu təfəkkürün inkişafına bilavasitə zəmin yaradır. Təfəkkürdən danışarkən təfəkkürün 3 növü var. Məntiqi, tənqidi, yaradıcı. İlkin bünövrə məntiqi təfəkkürdür. Ümumiyyətlə biz taksonomiyada da, bəli, biz taksonomiyada da, bilikdə də, bir çox mövzularda da hər zaman dilə gətiririk ki, yəni baza məlumat olmalıdır da, birdən-birə gəlib biz yaradıcı təfəkkürün formalaşmasına şərait yarada bilmərik ki, düzdür? Yəni məntiqi təfəkkür də, bax bu təfəkkürün növündə baza rolunu oynayır. Məntiqi təfəkkür bünövrədə kökə evdən, ailədən formalaşmağa başlayır. Məntiqi təfəkkürün ən əsas açar məqamı nədir? Problemin sadə həll yoludur, bax. Problemin sadə həll yolundan danışırsansa məntiqidir. Məntiqi təfəkkürün həyata keçməsi o deməkdir ki, sən orada sadəcə olaraq çox dərin düşünmürsən, beynini işlədirsən, məntiqi cəhətdən yanaşırsan. Bax, razılaşarsınız ki, çox zaman elə axşam fevral qrupu ilə də maraqlı dərsimiz var idi. Belə qəşəng müzakirədə idi. Bir çox müəllimlər deyir ki, testin müzakirəsində mən məntiqi cəhətdən tapdım bax bu testi. Bax, deməli bu sənin məntiqi təfəkkürünün nəticəsidir də, məntiqi cəhətdən yanaşmaq. Məntiqi təfəkkür səbəb-nəticə əlaqəsi, problemin sadə həll yolu, müqayisə etmək, nəticə çıxartmaq, qruplaşdırmaq, ümumiləşdirmək kimi xüsusiyyətləri özündə əks etdirir. Bax, dün önənləri biz taksonomiya mövzusunu keçəndə vurğuladıq ki, burada aşağı təfəkkür səviyyəsi var. Aşağı təfəkkür səviyyəsi ilə məntiqi təfəkkürün inkişafına zəmin yaradır. Deməli, məntiqi təfəkkürdə nə var? Səbəb-nəticə var, problemin sadə həll yolu var, məntiqi düşünmə var, müqayisə var, ardıcıllıq var, misal, məsələ, ümumiləşdirmək, qruplaşdırmaq. Bax, bütün bunların hamısı məntiqi təfəkkürü inkişaf etmək üçün şərait yaradır. Müəllim tədris prosesində nə etməlidir? Müxtəlif strategiyalar vasitəsilə şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirməlidir. Dediyim kimi, bünövrə ailədən gəlir, formalaşır. Nə zaman? Məsələn, uşaq başlayır müəyyən bir suallar verməyə. Əgər biz onların sualları məhdudlaşdırırıqsa, dolğun cavab vermiriksə, düzgün yanaşma etmiriksə, bu zaman onun məntiqi təfəkkürünün inkişafını məhdudlaşdırmış oluruq. Amma tutarlı cavablar verərək, baş verən problemin səbəb-nəticə əlaqəsini müəyyənləşdirərək, biz bu problemi aradan qaldırıb şagirdin, uşağın, övladımızın məntiqi təfəkkürünü inkişaf etdirə bilərik. Və sonra gəlir tənqidi təfəkkür. Bax, məntiqi təfəkkür mütləq olmalıdır, bazadır. Sənin məntiqi təfəkkürün inkişaf eləməzsə, sən məntiqi düşünməsən, gəlib tənqidi təfəkkürə çıxa bilmərsən. Tənqidi təfəkkür nədir bəs? Bax, artıq tənqidi təfəkkürdə biraz daha dərin düşünməni istəyir bizdən. Tənqidi düşünən insanlar baş verən problemlərə qərəzsiz yanaşır. Bax, qərəzsiz. Tənqidi düşünən insanlar problemin səmərəli həll yolunu özündə əks etdirir. Bax, səmərəli həll yolu. Problemin sadə həlli məntiqidədir, səmərəli həlli tənqididədir. Tənqidi təfəkkür ümumiyyətlə geniş müzakirə yaradır. Çox zamanda bu tənqidi təfəkkür üzərində müxtəlif tipli situasiyalar oynayır. Tənqidi təfəkkür odur ki, münasibət bildirməkdir, qiymətləndirməkdir. Tənqidi təfəkkür, loru dildə deyirəm, düzgün danışmaqdır. Məsələn, ən yaxın dostundur, övladındır, amma onun səhvi varsa, o səhvini dilə gətirməyi bacarmaqdır. Tənqidi təfəkkür o deməkdir ki, müzakirə zamanı dəlilin, sübutun yoxdursa,
Yəni əlin boşdursa, sən yanlış fikir, söyləməyəcəksən. Geri çəkilməyi bacaracaqsan tənqidi təfəkkürdə. Tənqidi təfəkkür o deməkdir ki, dəlilləri müzakirədən üstün tutacağı qəbul eləyirsən. Məsələn, tənqidi düşünən insan necədir? Etiraf edir ki, günah məndədir də. Yəni müəllimə, sizdə bir şey yoxdur. Vallah günah məndədir. Siz öyrədirsiniz, mən tənbəllik eləyirəm. Bax, bunu deyən müəllimlərim var həqiqətən də. Bax, bu nə deməkdir? Tənqidi düşünən insanın əsas xüsusiyyətidir. Tənqidi düşünən insanlar baş verən prosesləri şişirtmədən, təhrif etmədən olduğu kimi deyirlər, qiymətləndirməni düzgün aparırlar. Müəllim tənqidi təfəkkürü formalaşdırmaq üçün nə etməlidir? Yenə də müxtəlif strategiyalardan istifadə etməlidir. Bax, məsələn, 4N1 KH üsulu var, fakt yoxsa fikir var, yad planetlərlə səyahət turu var və s. Daha çox bizdə testlərdə nə düşür? Təfəkkürün əsas xüsusiyyətləri. Əgər müəllim müzakirə yaradırsa, müzakirə zamanı şagirdlərin müxtəlif fikirlər irəli sürməsinə istiqamət verirsə, bu bilavasitə tənqidi təfəkkürün formalaşmasına kömək edəcək. Bax, tənqidi təfəkkür istisnasız bərabərdir taksonomiyanın dəyərləndirmə mərhələsi. Məsələn, bir dənə cümlə vermişdilər keçən il yox, o birisi sualda. Müəllim sinifdə debat iş üsulundan istifadə edir. Debatın həyata keçirilməsi hansı təfəkkürün formalaşmasına şərait yaradır? Əlbəttə ki, tənqidi təfəkkür. Çünki debat nədir? Debat dəyərləndirmədir, debat müzakirədir, debat tənqidi təfəkkürün inkişafına zəmin yaratmaqdır. Deməli, debat nədir? Müzakirədir. Yəni, tənqidi təfəkkürün əsas xüsusiyyəti deyəndə nə nəzərdə tutulur? Münasibət bildirmək, qərəzsiz yanaşmaq, təhrif etmədən olduğu kimi demək. Bax, tənqidi düşünən insanlar daha ağıllı olan insanlardır. Yəni, boş-boşuna loru dildə deyim də, fikir mübadiləsi aparmır, kimisə qınamır, olduğu kimi deyir. Məsələn, tənqidi düşünən insan deyir ki, 10 nəfər əgər bir fikri irəli sürürsə, bu o demək deyil ki, o 10 nəfər doğru deyir. Özünün subyektiv fikri var. Tənqidi düşünən insanlar nədir? Məsələn, mənə görə sənin üçün yaxşı olan, sənə görə mənim üçün pis ola bilər. Fərqli düşüncələr, fərqli münasibətlərin ortaya çıxması və baş verən proseslərə qərəzsiz yanaşır da, qərəzli deyil, olduğu kimi deyir və öz fikrini qiymətləndirməyi bacarır. Bu, tənqidi düşünən insanın əsas xüsusiyyətidir. Bəs yaradıcı düşünmək nədir? Yaradıcı təfəkkür nədir? Problemin fərqli həll yoludur. Fərqli həll yolu. Bax, yaradıcı təfəkkür artıq şagirdin bilavasitə problem həll etmə bacarığının inkişafına şərait yaradır. Baş verən prosesə fərqli həll yolları axtarır. Yeni həll yolları təklif edir. Əgər qısa şəkildə bu təfəkkürü ümumi özətin versək, problemin sadə həll yolu məntiqidir. Çünki məntiqi təfəkkürdə ilkin bacarıqlar işə düşür, sadəcə olaraq biraz düşünməyə bacarırsan, məntiqi cəhətdən. Bəli, yaradıcı təfəkkürü yaratmaqla əlaqələndiririk. Tənqidi düşünmə daha ağıllı düşünmədir. Qiymətləndirirsən, götür-qoy edirsən, bir deyirsən ki, görəsən mən bunu neyniyim, bunun zərəri nə olar, xeyri nə olar, təhlil edirsən, yəni dəyərləndirirsən, qiymətləndirirsən. Yaradıcı təfəkkür isə bilavasitə yeni ideya vermədir. Artıq sən var olanları kənara qoyursan, qiymətləndirdiyin hər hansısa bir məqamı yerinə yetirməyə çalışırsan, üstəgəl fərqli perspektivdə. Məsələn, deyirəm ki, bizim problemimiz var. Gəlin, bu problemi aradan qaldırmaq üçün yol təklif eləyin mənə. Bax, bu yaradıcı təfəkkürdür. Yaradıcı təfəkkür taksonomiyanın bilavasitə yaratmaq mərhələsi ilə əlaqəlidir. Əgər sən testlərdə taksonomiya deməyim, təfəkkürün yaradıcı təfəkkürü görürsənsə, səndən taksonomiyanı istəyirsə, bax, istisnasız bunlara əlaqələndir. Sən yaradıcı təfəkkürü getirib digərindən əgər variantda yaratmaq varsa, əlaqələndirə bilməzsən. Tənqidi təfəkkür istisnasız dəyərləndirməkdir. Yerdə qalanı da aşağı təfəkkür səviyyəsi. Verirsən məntiqiyə. Təhlil etmək də çox zaman təhlil mərhələsi. Yuxarı təfəkkür səviyyəsində çox zaman
məntiqidir, amma istisnalar var ki, bəzən tənqidi ilə əlaqələndirə bilər. O da istisnalardadır əlbəttə ki. Yaradıcı təfəkkürdə böyük K, kiçik K yanaşması var ki, şagirdlərin yaradıcı qabiliyyətini üzə çıxartmağa kömək edir. Ümumiyyətlə, böyük K nədir? Yaradıcı yanaşmanın dünya çapında önə çıxmasıdır. Məsələn, elektronikadır, raketlərdir, çiplərin yaradılmasıdır. Bu böyük K-ya aiddir. Kiçik K isə gündəlik həyatımızda çox adamın edib, hamının edə bilməyəcəyi bir şeydir. Bax, məsələn, şagirdlərimizdən var da aramızda, danışarkən deyirsən ki, o yaradıcıdır, onun yeni ideyaları var, fərqli düşüncələri var. Bax, bu nədir? Yaradıcı təfəkkürü inkişaf etdirməyə zəmin yaradan əsas faktordur. Deməli, yaradıcı təfəkkürdən danışarkən nəyi ön plana çıxardırıq? Yaradıcı təfəkkür yeni həll yolu, problemin fərqli perspektivdən yanaşılması. Bax, məsələn, o mətn söhbətinə diqqətli olmaq lazımdır. Mətnə sən ad ver, bu sənin ideyandır. Hekayə yaz, sənin beyin məhsulundur. Həll yolunu təklif elə, təklif planı hazırla, bu sənin yaradıcı təfəkkürünün məhsuludur. Bax, biri var ki, müzakirəyə münasibət bildirmək, fərqli münasibət. Bəzən müəllimləri fərqli sözü çaşdırır. Biri var müzakirədə fərqli münasibət bildirəsən, qiymətləndirəsən. Biri də var ki, fərqli ideya verəsən. Allah saxlasın, ay Gülşən müəllimə. Fərqli ideya verəsən, bax bu nədir? Yaradıcı təfəkkürün inkişafına zəmin yaratmaqdır. Ümumiyyətlə, müəllim müxtəlif situasiyalar, müxtəlif strategiyalar vasitəsilə təfəkkürün 3 növünü də şagirdlərdə inkişaf etdirə bilər. Əlbəttə ki, sadədən mürəkkəbə doğru və bu təfəkkürün inkişafı 5-ci sinifdə olar, 3-cü sinifdə olmaz yanaşması deyil. Hər sinifə də sən onların potensialına uyğun olaraq bu təfəkkürün növlərini əlbəttə ki, inkişaf etdirə bilərsən. Və biz təfəkkürdə düşünmə növləri və məntiq xətaları haqqında danışmışdıq. Yadınızdadırsa, bu günləri istəyirəm onları da bir daha xatırlatma eləyim. Çünki onların əsas açar məqamları gəlir o təfəkkürün içərisində öz əksini tapır. Çox zaman o düşünmə növlərinin xüsusiyyətlərini əgər sən testlərdə görürsənsə, onu məntiqi təfəkkürə şamil etsən, daha məqsədə uyğundur. İndi gəlin yavaş-yavaş danışaq, görəcəksiniz. Bax, verbal düşünmə var, verbal. Əslində verbal düşünməni biz təfəkkürdə öyrənirik, amma demək olar ki, bir çox mövzuda bizi ilə yoldaşlıq eləyir. Verbal düşünənlərin əsas xüsusiyyəti nədir? Söz ehtiyatı, zəngin lüğət tərkibi, fikirlərini aydın, səlis şəkildə ifadə etmək. Biz gəlib bunu nəzəriyyədə də keçirik, digər mövzularda da keçirik, müxtəlif strategiyalarda da keçirik ki, verbal sözü bizə oradan elə aydındır. Verbal nədir? Söz ehtiyatı, zəngin lüğət tərkibi, fikirlərini sözlərlə səlis şəkildə ifadə etmək bacarığıdır. Sonra var qeyri-verbal. Bax, burada qeyri söz önü mənə icazə verir ki, artıq burada sözdən istifadə etmirik. Qeyri-verbal isə nədir? Diaqram, şəkillər, qrafik, xəritə vasitəsilə öyrənməni həyata keçirtməkdir. Bax, qeyri-verbalda nə var? Qeyri-verbal o deməkdir ki, sən şəkillə, xəritə ilə, qrafiklə, çertyojla, yenə sən gəlib bunu nəzəriyyədə də məkan vizual deyəcəksən, nə bilim, öyrənmə tərzində vizual deyəcəksən. Nəticə etibarilə qeyri-verbal nədir? Şəkillə öyrənməni daha yaxşı həyata keçirtməkdir. Sonra var ardıcıl düşünmək. Ardıcıl düşünmək. Bax, ardıcıl düşünmək nədir? Prosesin, fəaliyyətin addım-addım həyata keçirilməsi. Kökündə alqoritm var burada, ardıcıllıq var. Bax, bu ardıcıl düşünməni biz sizcə taksonomiyanın hansı mərhələsinə əlaqələndirərik? Deyin mənə görüm. Məsələn, deyirəm ki, fəaliyyətin ardıcıl, addım-addım həyata keçirilməsi, icrası həyata keçirilir. Bəli, taksonomiyada, bilikdə yox. Bilikdə proseduraldır, razıyam, icra var. Bəs taksonomiyada nədir? Tətbiqdir, doğrudur Həmidə müəllimə. O Samsung sən Allah kimdir o sərsər yenə məni ikinci dəfə istənməyə çalışır. Deyir, xatırlamaqdır. Deyirəm, hələ yerinə yetiririk. Kimdir o Samsung?
Açın görüm. Xahiş edirəm, səhər-səhər qan çıxartmayın. Axşam güclə sakitləşib, dərsi yekunlaşdırmışam. Qırğın idi fevral qrupunda. Kimdir o xatırlamaq deyir o ardıcıl addım-addıma? Hı. Bax, tətbiq etməkdir. Sən neynirsən? O fəaliyyəti icra eləyirsən, yerinə yetirirsən. Biz buna tətbiq etmə mərhələsi deyəcəyik. Deməli, ardıcıl düşünmədə nə var? Fəaliyyətin ardıcıl olaraq yerinə yetirilməsi var. Sonra sistemli düşünmə var. Sistemli düşünmədə isə səbəb-nəticə əlaqəsi var. Baş verən proseslərin bir-biri ilə əlaqələndirilməsi var. Bax, sistemli düşünmədə proses necə baş verir? Deyək ki, ətraf aləmi çirkləndirirsən, çirkləndirdiyin o havanı qəbul edirsən, onun nəticəsində də xəstələnirsən və yaxud daxili orqanların zədə görür. Bax, bir-biri ilə əlaqəlidir də. Məsələn, deyirsən ki, zərərli qidalardan istifadə edəcəksən, mütəmadi olaraq bundan istifadə etsən, daxili orqanlarına ziyan olacaq, nəticədə xəstələnəcəksən, həkimə gedəcəksən. Bax, səbəb-nəticədir. Səbəb-nəticəni ardıcıl düşünmə ilə qarışdıranlarımız var. Bilin ki, ardıcıllıqda fəaliyyət mütləqdir, onun kökünə dayanır da, biri digəri ilə əlaqəlidir. Amma səbəb-nəticə o deməkdir ki, nəyinsə başlanması, işin nəticəsi o səbəblə əlaqəlidir, birbaşa olaraq. Yəni, sən etməsən o proses olmaya da bilər. Amma ardıcıl düşünmədə mütləq şəkildə o fəaliyyət ardıcıl şəkildə neynəməlidir? Həyata keçməlidir. Bu da sistemli düşünmədir. Sonra var analitik düşünmə. Hətta bunu yeni Time-da analitik təfəkkürü veriblər. Bunu yeni versiyasında bir dəfə bütün qruplara keçəcəm rəsmi öz dərs günlərində. Analitik bu nədir? Təhlil etməkdir. Sonra var abstrakt. Bax, analitikdə nə var? Analitik o deməkdir ki, analiz eləyirsən, dəyərləndirirsən, araşdırırsan, ayırd edirsən. Analitik təhlilin təfəkkürü necə yadında saxla? Analitik, yəni düşünmə növünə. Analitik bərabərdir təhlil etmək bacarığı. Təhlil etməkdə neyirdin? Analiz eləyirdin, dəyərləndirirdin, araşdırırdın. Bu da sənin təhlil etmək bacarığının inkişafına şərait yaradır. Bax, bu analitik düşünmənin əsas faktorudur. Sonra var abstrakt. Abstrakt isə mücərrəd fikirlərin irəli sürülməsidir, mücərrəd düşünmə. Üstəgəl də gözlə görünməyən məqamlar var burada. Bax, abstrakt gözlə görünməyən məqamları öz əksini tapır burada. Məsələn, deyirsən ki, uşaqları aparırsan gəzintiyə, çox uşaqlar görünənləri müzakirə edir, bəziləri isə baş verən gizli məqamları ortaya çıxarır. Məsələn, deyir, görəsən bunun tikinti prosesi necə baş verib, görəsən bunun görünməz tərəfləri nə idi, arxa kadrlar, nə bilim, arxa planda nələr baş verib. Abstrakt odur. Yəni, gözlə görünməyən mücərrəd fikirləri düşünmək və dilə gətirmək. Bir də var, əziz müəllimlər, burada analogiya. Analogiya. Analogiya isə eynilikdir. Nədir? Eynilik oxşarlıqdır. Bax, məsələn, analoji düşünməni anlamaq mərhələsi ilə əlaqələndirə bilərsən. Analoji düşünməni hansı mərhələ ilə əlaqələndirsən? Anlamaq mərhələsi ilə. Müqayisədir. Məsələn, deyirəm ki, bax, analoji proses dünən fevral qrupunda da baş vermişdi. Nədir bu? Oxşatmaqdır da, analogiyadır. Noyabr qrupundan kimsə yazıb ki, dərstəyəm yazmaq istəyir. Əslində, ürəyindəki yazıya köçürdü, deyir, dərdliyəm. Dərstəyəm yazmaq istəyir yəqin ki. Bax, görürsünüz, belə müəllimlərdə dərdi var. Görüm kimdə o dərdli olan. Yaxşı. Hətta şəxsiyə yazıb ha müəllimə. Bax, belə deyim də, yəni analoji düşünmə o deməkdir ki, müqayisə etməkdir, müqayisə etmək bacarığıdır. Yəni, oxşarlığı, oxşar və fərqliliyi müqayisə eləyir, bu nəticə etibarilə analoji düşünmənin inkişafına şərait yaradır. Məsələn, analogiyanı situasiyalarda başqa necə görə bilərik? Analogiya o deməkdir ki, müəllim iki şagird görür, müşahidə edir. Belə situasiyalarla da qarşılaşa biləcəksiniz. Deyək ki, biri səs salır, müəllim birini danlayır, digərini danlamır.
Fərqli bir fikir ifadə edir ki, eyni hadisəni mənim yoldaşım da etdi də, bəs niyə görə ona fikir bildirmədiniz, mənə bildirdiniz? Bax, bu analoji düşünmənin əsas faktorudur. Bir daha fikirlərimi ümumiləşdirirəm, sual-cavab eləyəcəmə çat bölməsində. Verbal söz ehtiyatıdır, qeyri-verbal görüntüdür, şəkildir. Ardıcıl düşünmə prosesi ardıcıl olaraq həyata keçirtməkdir. Sistemli düşünmə səbəb-nəticədir. Analitik təhlil edib analiz etmək, abstrakt mücərrəd, gözlə görünməyən fikirləri dilə gətirmək, analogiya isə eynilik, oxşarlıqdır. Sonra bəzi düşünmə növləri var burada. Məsələn, bir çox müəllimin qarışdırdığı məqamlar var. Konvergent düşünənlər var, divergent düşünənlər var. Bəli. Görək konvergentlər kimlərdir? Bir də var divergent. Bax, konvergent nədir? Konkret insanlardır, net insanlardır konvergentlər. Konvergentlər tənbəllərdir. Məsələn, prosesin baş vermə ardıcıllığını seçir qiymətləndirir. Məsələn, sən hansısa ona problem vermirsən həll eləməyə, o problemin bir neçə həll yolunu axtarır necə? Var olanları. Ən səmərəlisini seçir, qiymətləndirir. Bax, ən səmərəlisini seçib qiymətləndirmək cümləsi var. Onun altından xətt çəkin. Çox zaman yox, hər zaman konvergent düşünənlərdir. Konvergentlərin yeni ideyası yoxdur. Arayıb axtarmağı sevmirlər. Sadəcə olaraq var olan həll yollarını qiymətləndirib dəyərləndirməklə kifayətləndirirlər. Onların ideyası yoxdur, amma vaxtı çoxdur. Konvergent düşünənləri daha çox məntiqi təfəkkürlə əlaqələndirə bilərsən. Bir də onun əksi var, divergentlər. Divergentlər isə əksinə, konvergentin əksi olaraq daha yaradıcı, daha axtarışda olan insanlardır və bunların vaxt çatışmamazlığı olur. Çünki vaxtda qənaət edə bilmir, dərin düşünür, yeni həll yolu axtarır, gedilən həll yollarla kifayətlənmir, özünə məxsus həll yolu, belə deyim də, seçir və onu həyata keçirdir. Konvergentin ideyası yoxdur, divergentin də vaxt çatışmamazlığı var. Deməli, konvergentin əsas xüsusiyyəti nədir? Var olan yolların ən səmərəlisini seçib qiymətləndirmək. Divergentdə nədir? Divergentdə isə yeni ideya axtarır, standartlarla kifayətlənmir, fərqli perspektivdən yanaşır. Bax, divergent düşünən şagirdlər yaradıcı təfəkkürün inkişafına stimul verir. Yaradıcı təfəkkürün inkişafına zəmin verir. Məsələn, divergent düşüncə bərabərdir yaradıcı təfəkkür deyə bilərsən. Amma konvergent düşüncə yaradıcı təfəkkür deməyəcəksən əlbəttə ki. Daha çox onlar biraz məntiqin işlədirlər və var olanın ən səmərəlisini seçirlər və qiymətləndirməni həyata keçirdirlər. Bir də bu mövzu üzərində bir çox müəllimin qarışdırdığı deduktiv və induktiv mühakimə var. İstəyirəm ona da toxunum. Ümumi qrupa bir dənə sınaq atacam bugünkü mövzu ilə əlaqəli. Bütün qruplara aiddir. Çox xahiş edirəm. Edin o testlərdə verin və qalan testlərimizi təhvil verin. Bilirsiniz qruplarda nə qədər test borcunuz var? Deduktiv və induktiv. Deduktiv mühakimə yürütmək nə deməkdir? Bax, mən qruplarla mövzulara ilk başlayanda vurğulayıram. Bax, keçdikcə mövzular daha çoxaldıqca görürsünüz ki, bugün əgər mən təfəkkürdə deduktivi, inşallah gözləyirəm, təfəkkürü keçirəmsə, məsələn, deduktivin mahiyyətini sən gedib iş üsulunda da bilməlisən. Yəni, sən bilməlisən ki, məsələn, artıq deduktiv mühakimə nədir? Sabah iş üsulunda deduktivə oxşayan iş üsulunu əlaqələndirib tapacaqsın. Ona görə də mövzular bir-birindən əlaqəlidir. Yəni, öyrənməmək kimi şansımız yoxdur da. Ya öyrənməliyik, ya da öyrənməliyik. Yəni, başqa variantımız yoxdur. İmtahan da qapıdadır artıq. Deduktiv mühakimə nədir? Deduktiv. Deduktivin əsas açar bir dənə məqamını deyim sizə. Deduktivdə artıq bilirsən qaydanı. Qayda haqqında məlumatın var. Sən o qaydanı bildiyi icra edirsən də, bax.
Məsələn, taksonomiya ilə ay müəllimə əlaqələndirim. Deyirəm əlaqələndir, nə gözəl. Deduktivə tətbiq deyə bilərsən. Yəni artıq bildiyini icra eləyirsən. İndi belə loru dildə deyirəm də. Yəni tətbiqdə yerinə yetirirsən, sən öz bildiyini icra eləyirsən də. Sənə heç kəs nümunə vermir ki, düzdür? Deduktiv mühakimədə odur. Bilirsən qaydanı. Məsələn, sən bilirsən ki, futbol oynayarkən cərimə meydançasına daxil olanda hansı ardıcıllığı yerinə yetirməlisən. Burada məlumatlısan, bilirsən. Biləndən sonra da əgərləri hər hansısa bir qayda pozmusansa, həmin o cəza ilə cəzalanacaqsan və yaxud da ki, cərimələnəcəksən. Bax, bu nə oldu? Deduktiv mühakimə oldu. Və yaxud da deduktiv mühakimə nədir? Deyirəm ki, taksonomiyanın bütün xüsusiyyətləri haqqında məlumatlıdır şagirdlər. Bunu əsaslanaraq onlar bilir ki, şagird fəaliyyətini qiymətləndirmək taksonomiya feilləri ilə həyata keçirilir. Bax, bilir, bildiyində icra edir. Bu nədir? Deduktiv mühakimədir. Yəni, ümumidən xüsusiyə. Bəzən olur ki, müəllimləri çaşdırır, ümumi qayda, nəticə nədir, nümunə nədir? Deməli sözün onda harda görürəmsə deduksiya götürüm. Yox, əslində deməli sözün sən induktivdə də görəcəksən, deduksiyada da. Amma sən bil ki, ümumi qayda. Bax, məsələn, deyirəm ki, belə bir situasiya verim. Ülviyə müəllimə bütün qruplara əlavə dərs günü təyin eləmişdi. Bütün qruplar əlavə dərs gününü dinləyərək yaxşı nəticə əldə etdi. Və yanvar qrupu da o qruplar siyahısına aid olduğundan, deməli, onların da müəllimləri və yaxud da ki, o qrupda bu dərs dinləmədə iştirak elədi. Verilən situasiya hansı mühakiməni özündə əks etdirər? Nə deyəcəksiniz? Hə. Nə olacaq? Deduksiya olacaq, yoxsa induksiya olacaq? Əlbəttə ki, deduksiya olacaq da. Bax, gör, birinci ümumi fikri dedim. Bax, bu deduktiv mühakimədə siz ümumi bir dənə fikrə baxın. Yəni, ümumi fikir nədir? Bütün hamıya şamil edirsən. Hamıya şamil edəndən nümunə gətirirsən. Məsələn, deyirsən ki, əsas nitq hissələrinin xüsusiyyəti haqqında məlumat verdi müəllim. Vurğuladı ki, əsas nitq hissələri cümlə üzvü olur, cümlədə müəyyən məna daşıyır. Feil də əsas nitq hissəsi olduğundan, deməli, feilin də əsas nitq hissəsinin xüsusiyyətlərinə malikdir. Əlbəttə ki, deduktiv olacaq. Çünki biz neynədik? Ümumi bir məlumatı verdik. Bax, deduktiv mühakimə həmçinin klaster iş üsulunda nümunə gətirə bilərik. Çünki klasterdə nə var idi? Şaxələndirmə var idi. Var, mövcud. Mövcud olanı sən nümunə gətirirsən. Bildiklərini aktivləşdirirsən. Yox, BİBÖ-nü daha çox demirəm. Çünki BİBÖ-də bilirəm, bilmək istədiklərim var. Amma klasteri daha çox deduktiv mühakiməyə şamil etmək olar. Fryer modelini deduktiv mühakiməyə şamil etmək olar. İş üsullarından söhbət gedir. Məsələn, iş üsullarından Fryer modeli, klasteri əlaqələndirə bilərik. Çünki məlumatlısan, bildiklərini deyirsən. Sən orada yeni bir məlumatın yoxdur da, sadəcə bildiklərini dilə gətirirsən. Amma BİBÖ-də isə bilmədiklərin də var axı. BİBÖ nə idi? Bilirəm, istəyirəm, bilim, öyrənmədiyin, bilmədiklərin hissələr var. Ona görə də sən onu deduktiv mühakiməyə şamil edə bilməzsən. Sonra gəlir induksiya. Induksiya isə deduktivin tam əksidir. Burada artıq induktiv düşünmədən nədən söhbət gedir? Nümunə üzrə əlaqələndirmə. Sən nümunədən nəticəyə gəlirsən. Yəni, nümunədən nəticəyə gəlirsən və əlaqələndirmə edirsən. Məsələn, induktiv düşünməni anlayışın çıxarılması eləyə bilərsən. Necə edəcəksən anlayışın çıxarılması? Əlaqələndirirsən də. Deyirəm ki, məsələn, müəllim lövhədə şagirdlərə bir neçə dənə nümunə söz yazır. O sözlər arasında əlaqələndirməni təmin edir. Məsələn, elə gəl anlayışın çıxarılmasını öz dərsimizlə əlaqələndirək. Məsələn, yazıram ki, tətbiq, təhlil, sonra dəyərləndirmə, anlama. Gəlin bunlar arasında nə əlaqə yarada bilərik? Neyniyərik?
Deyəcəksiniz, heç nə, bizim ən sevimli mövzumuz taksonomiya. Olmazsa olmazımız taksonomiyadır. Neynədik? Bir neçə nümunəni əlaqələndirdik. Bax, bu induktivdir. İnduktiv yeni fikirdir. Sən bilmirsən, bilmədiyin bir məqamdır. İndi öyrəndin. Bir də induktiv düşünmədə indi öyrəndin sözün yerinə qoya bilirsənsə, asanlıqla induktiv düşünmə deyəcəksən sən buna. Məsələn, deyirsən ki, belə deyək də, qoşma, bağlayıcı, köməkçi nitq hissələridir. Onlar cümlə üzvü ola bilmir. Qoşulduğu sözlə cümlədə müəyyən mənaya kəsb edir. Bilirsən, sən demə onda bütün köməkçi nitq hissələri bu xüsusiyyətə malikdir. Bax, mən qoşma ilə bağlayıcını oradan bir nümunə gətirdim, düzdür? Nümunəni də əlaqələndirdim. Məsələn, deyirsəm ki, xatırlamaq mərhələsi məntiqi təfəkkürlə əlaqəlidir, aşağı təfəkkür səviyyəsinə aiddir. Deyirsən ki, hə, onda aşağı təfəkkür səviyyəsinə təkcə xatırlamaq yox, anlamaq tətbiqdə aid mərhələsi aiddir. Onda onlar da deməli aşağı təfəkkür səviyyəsinə əlaqəli olduğuna məntiqi təfəkkürə aiddir. Bax, neynədin sən? Birinci ümumi məlumatı yox, yeni məlumat verdin. Yeni məlumatı da əlaqələndirdin, indi öyrəndin. Bu da induktiv mühakiməni özündə əks etdirir. İnduksiya və deduksiya ilə bağlı sual olan var. Biraz bunlarda çətinliyimiz var idi. Bir də məntiq xətalarını da deyim, ümumiləşdirin, biraz da refleksiya edək. Sonra günümüzdə davam edək. Hə, Rəfiqə müəllimə, deduktiv, induktivlə bağlı sualınız yoxdur? Yox müəllimə, inşallah tətbiq eləyərəm testə. İnşallah. Qrupa test göndərəcəm. O testi amma edib nəticə etibarilə hamı göndərəcəm. Bir də məntiq xətaları var, başımız var olsun. Ümumiyyətlə, məntiq xətası nədir? Düzgün olmayan mühakimədir. Adı üstündə xətadır. Əslində düzgün fikir söyləmək lazımdır. Məntiq xətalarını formalaşdırmaq məntiqi təfəkkürün nəticəsidir deyə bilərəm. Məsələn, qarşıya elə situasiya çıxar ki, fərqli. Məntiq xətası hansı təfəkkürün formalaşdırır və yaxud da ki, hansı təfəkkürü olan insan məntiq xətasına yol verir. Məntiqi təfəkkür deyərəm. Çünki tənqidi düşünən insan daha ağıllı, daha dərin düşünən insandır. Yaradıcı düşünən insan ümumiyyətlə yeni həll yolu təklif edir. Məntiqidə biraz diqqətsizlik var, az düşünmə var. Əlaqələndirməkdə çətinlik çəkə bilər. Amma məntiq xətası düzgün olmayan məntiq xətasıdır. Var cəmiyyət tərəfindən qəbul olunmaq. Bax, cəmiyyət tərəfindən qəbul olunmaq nədir? Hal-hazırda bürün elinə sürün. Nəticə etibarilə toplum, çoxluq hamı edir, mən də etməliyəm də. Yəni, etməsən dünya dağılacaq. Hansı məntiq xətasıdır? Bir-birinin bəhsinə də, belə demək olar, bir-birinin bəhsinə. Yox, bir-birinin bəhsinə deməyək, bir-birinin bəhsinə bir nəfərə bənzətmək başqadır, amma hamı, bax, hamı edir, cəmaat nə deyəcək, el məni qınayacaq, el xatirinə, palaca bürün elinə sürün, belə qısacası. Məsələn, deyirsən ki, bu ilin dəbi mavi rəngdir, mən almalıyam. Deyirsən, niyə alırsan? Necə yana almayayım? Bu ilin dəbidir də, hamı geyinir, mən niyə geyinmirəm? Hə, cəmaat istirahətə getdi, cəmaat nə bilim bayram tətilidir. Qırğın qiyamətdir, nə olub? Heç nə, evdəyəm, oturmuşam, heç yerə getməmişəm. Niyə getməksiniz? Hamı gedir, qoy mən də gedim. Hamı gedib bəh-bəh statuslar paylaşıb, mən qaldım, heç kəs, nə bilim, niyə getmədim mən? Hamı ilə bəhs etmək, bir də ki, sanki qarşı kimlərəsə özünü qəbul elətdirməkdir. Hə, bax, ezəmə gedir. Bu cəmiyyət tərəfindən qəbul olunmaqdır. Qısacası palaza bürün elinə sürün. Bir də var özünü bənzətmək. Özünü bənzətməkdə isə subyektiv bir nəfərdən söhbət gedir. Qonşudan qalma geri. Məsələn, kimin qızından əskiyəm? Filan kəs getdi, mən niyə getmədim? Filan kəs aldı, mən niyə almadım? Bax, və yaxud da ki, ən yaxın dostum voleybola gedir, mən futbola getmirəm, mən voleybola gedirəm. Əslində düzgün mühakimə nədir? Bəlkə sənin futbol bacarığın yox, voleybol bacarığın daha gözəldir. Sən bəlkə özünü orada yaxşı inkişaf etdirsən, daha gözəl, məsələn, nəticə əldə edə bilərsən. Bir nəfərə özünü bənzətməkdən söhbət gedir. Bir də özünü bənzətməkdə sevilən şəxs, məşhur simaya özünü oxşatmaqdır. Məsələn, deyirsən ki,
Ronaldonun saç düzümü kimi gedim öz saçımı düzəltdirim. Bax, bir nəfərə, subyektə. Bəzən müəllimlər qarışdırır. Cəmiyyət tərəfindən qəbul olunmaqda hamıdır, toplumdur, hamı edir, mən də edim. Özünü bənzətməkdə isə söhbət bir nəfərdən gedir və sevilən şəxsdən. Bir nəfər məntiq xətası olaraq həddindən artıq ümumiləşdirmə. Artıq həddindən artıq ümumiləşdirmədə nə var? Qurunun oduna yaş da yanır. Bax, məsələn, deyim ki, əlavə dərsdə, deyək ki, fevral qrupu müəllimləri iştirak eləmir. Mən o qrupa ta əlavə dərsin linkini atmayacağam. Oradan Şahanə müəllim deyəcək, ay müəllim, insafınız olsun. O fevral qrupu müəllimləri iştirak etməyə bilər. Bəs mən o dərsdəydim, axı özdə kamera açıb sizi diqqətlə dinləyirdim. Haqsızlıq deyil. Bax, bu həddindən artıq ümumiləşdirmədir. Bəzən olur ki, bir-iki nəfərin münasibətin, hələ həyatda da, məsələn, qiymətləndirməsini hamiyə şamil edir. Məsələn, deyirik, indiki uşaqlar dərs oxumur. Amma əslində oxumayan uşaqlar var, razıyam, amma onların paralelində oxuyanlar da var axı. Və yaxud da deyirlər ki, hə, 10-11-də müəllimlər uşaqlara dərs keçmirlər. Ola bilər, dərs keçməyən var, uşaqlar hazırlıqlara gedir, amma onun arxa kadrında dərs keçən, sinifdə əziyyət çəkən, səy göstərən müəllimlər də var axı, düzdür? Və həddindən artıq ümumiləşdirmə odur. Bir-iki nəfərə şamil olan xüsusiyyəti sən hamıya aid edə bilməzsən, adı üstündə məntiq xətasıdır. Məsələn, deyirsən ki, indiki uşaqlara söz demək olur, amma elə uşaqlar var ki, həqiqətən də onlara söz demək olur, hətta onlar sizləri dinləyir də, hörmət də eləyir də. Bax, ona görə deyirik ki, düzgün mühakimə ayrıdır, məntiq xətası isə başqadır. Deməli, cəmiyyət tərəfindən qəbul olunmada nə dedik? Hamı edir, mən də edirəm. Özünü bənzətməkdə bir nəfər edir və məşhur sima sevilən şəxs. Həddindən artıq ümumiləşdirmədə isə bir-iki nəfərə şamil olan xüsusiyyəti topluma, hamiyə şamil edirəm. Növbəti məntiq xətası isə nədir? Şəxsi qərəzlilik. Şəxsi qərəzlilikdə nə var? Adı üstündə. Səslənən fikrə yox, fikri səsləndirilən insana münasibət dilə gətirirsən. Məsələn, Əlidən xoşun gəlmir, Əli hansısa bir ağıllı fikir dilə gətirsə də deyirsən, Əli nə bilir fikir söyləmək nədir? Amma əslində düzgün mühakimə necə olmalıdır? Bax, elə insanlar var aramızda. Yaxşı ki, bəzən deyirik, o dünya o yaxşı insanların sayəsində dönür də, həqiqətən onlarda vicdan, ədalət, mərhəmət, tənqidi düşünmə. Məsələn, olur da insanıq. Filan kəslə bir zaman münasibətin var idi, indi münasibəti sonlandırmısan, münasibətin yaxşı deyil. Amma o olmayan masada hansısa ki, müzakirə gedir. Deyirsən ki, bax, mən o insanla düzdür, münasibətim yoxdur indi. Amma gəl düz deyirdi, o ədalətli insan idi, gördüyü işi qiymətləndirirdi. Bax, neynədin sən? Gərəzsiz yanaşdın da, düzgün fikir söylədin. Yoxsa ki, insanlar var ki, biraz da olsa, məsələn, xoşu gəlmir, deyir, o nə bilir, uğur əldə eləmək nədir? Bəxti gətirdi, şansı gətirdi. Bəli. Yəni, belə deyim də, tənqidi düşünən insan şəxsi qərəzlik məntiq xətasına yol verə bilməz. Bax, hətta tənqidi düşüncədə gör nədir? Dedik, baş verən proseslərə qərəzsiz yanaşırlar. Amma qərəzli yanaşmaq varsa, qərəzli yanaşmaq, o qərəzliyə artıq məntiq xətası şəxsi qərəzliyə. Məsələn, 2023-də idi, səhv etmirəmsə, belə bir situasiyaya düşmüş ki, sığınacaq evinə gedirlər. Sığınacaq evində sahibsiz itlərə qulluq edirlər, nəsə belə bir şey. Şagirdlərdən biri öz yoldaşının etdiyi işi qiymətləndirmir, onu lağa qoyur. Verilən situasiya ilə uyğun deyirdi, variantı tap. Bax, variantın birində var idi ki, şəxsi qərəzlik edir də. Yəni, sən əgər görülən işi dəyərləndirmirsənsə, demək ki, o görülən işin dəyərləndirilməməsi işi görən insana olan münasibətə əsaslanır. Bu da şəxsi qərəzlik məntiq xətasının əsas xüsusiyyətidir. Bir də var boş adam xətası. Boş adam xətası. Boş adam xətasında nədir? Yalnız öz mövqeyini möhkəmləndirməyə çalışır. Sənin müzakirən zamanı sən ondan dediyin fikri başqa istiqamətə yönləndirir, amma öz mövqeyini möhkəmləndirməyə çalışır. Bax, məsələn, boş adam xətası daha çox demək istəyirsən sözü ilə başlayır. Demək istəyirsən.
Məsələn, deyirəm ki, yaxşı olar ki, dərslərə davamlı qoşulasan, öz üzərində işləyib test borcları təhvil verərsən. Deyir ki, demək istəyirsən ki, onda mənim nəticəm ürəkaçan olmayacaq. Bax, bu nədir? Məntiq xətasıdır. Və yaxud da deyirəm ki, yaxşı olar ki, bayram vaxtı biraz bayram şirniyyatlarından az qəbul eləyəsən. Sağlığa biraz ziyan olur. Deyir, demək istəyirsən ki, onda şirniyyatların hamısını mən yemişəm. Bax, aktual müzakirə mövzumuz. Bax, bu nədir? Məntiq xətası olaraq boş adam məntiq xətasıdır. Daha çox sanki sən ona bir məsləhət verirsən, loru dildə deyim. O sənə aqressiv yanaşır. Məsələn, deyirsən ki, ay valideyn, bəlkə boş zamanı bu dəyərləndirib, övladının bir dəfə gəlib dərs dinləməsində oturasan, bir ona diqqət yetirəsən, deyir ki, demək istəyirsən ki, mən uşağımla maraqlanmıram. Hə, xətalı adam. Yəni səni söz deməyə peşman eləyir. Ən yaxşısı deyirsən ki, bundan danışmayım, yoxsa başlayacaq fikirləri başqa yerə yönləndirməyə. Bax, bu məntiq xətası olaraq boş adam məntiq xətası olacaqdır. Sonra var çoxmənalı danışmaq. Çoxmənalı danışmağa biz yalançı deyə bilərik. Etdiyi hərəkəti danır. Məsələn, deyirəm ki, qrupa baxardın, testlərə yerinə yetirərdin. Deyir, elə bilərsiniz qrupa baxmamışam, baxmışam, sadəcə olaraq vaxtım olmayıb, testləri yerinə yetirməmişəm. Sanki gördüyü işə don geyindirmək, bəhanə gətirməkdir. Bax, çoxmənalı danışmaq odur. Məsələn, deyir, müəllim şagirdlərə tapşırıq verir. Tapşırıq verən zaman deyir ki, bir-birinizdən köçürtməyin, sərbəst fəaliyyəti həyata keçirdin. Uşaqların birinin bir-birinə deməyini görür. Deyir, ay müəllim, elə bilərsən hamısını deyirəm. Bir dənə 7-ci sualın B variantını dedim. O birisləri ilə işim yoxdur. Bax, bu nədir? Çoxmənalı danışmaq məntiq xətasıdır. Bir də var sirkulyar arqument. Sirkulyar arqument. Bax, sirkulyar arqumentdə heç bir yeni fikir ehtiva etmir. Səsləndirilən fikrə yeni bir fikir əlavəsi yoxdur. Sadəcə olaraq arqument gətirmədən deyilən fikirləri eləcə təkrarlayır. Məsələn, deyirəm ki, hələ ki 3 ayımız var. Bu 3 ay ərzində davamlı dərslərə qoşulsaq, əlavələri dinləsək, istədiyimiz nəticəni əldə edə bilərik. Deyir ki, hə, mən bu 3 ay ərzində bütün əlavələrə qoşulacam, dərs dinləmələri dinləyəcəm ki, nəticəm yaxşı olsun. Bax, dediyim cümlənin eynisi mənə təqdim elədi. Amma əslində necə deməlidir? Hə, özümə zaman ayırmalıyam, öz üzərimdə çalışmalıyam, yaxşı vaxtı qiymətləndirib dəyərləndirməliyəm və s. Bax, bu da nədir? Adı üstündə məntiq xətasıdır. Əgər sabah qarşınıza çıxan hər hansı bir situativ testlərdə məntiq xətalarının hansı təfəkkürlə əlaqələndirilməsini soruşarsa, dediyim kimi biz bunu yalnız məntiqi təfəkkürlə əlaqələndirə bilərik. Amma hansısa bir məntiq xətalarının yox, düşünmə növlərinin xüsusiyyətini görərsən, məsələn, söz ehtiyatı var, fikrin səlisləyir, izah edir, şərh edir, nümunə gətirir, əlaqələndirir, bu məntiqi təfəkkür olacaqdır. Daha sonra tapşırığı icra edir, yerinə yetirir, müqayisəsi varsa, bu da məntiqi təfəkkür olacaqdır. Səbəb-nəticə əlaqəsi varsa, bu da məntiqi təfəkkür olacaqdır. Amma müzakirə, debatda özü arqument, dəlillər gətirirsə, bu tənqidi təfəkkür olacaq əlbəttə ki. Və yaxud da ki, baş verən problemə fərqli perspektivdən yanaşıb yeni ideya, həll yollarını təklif eləmək isə yaradıcı təfəkkürün inkişafına zəmin yaradır.